cisim ilk soğu boyunca hərəkət edir. Onun x koordinatının zamandan asılı qrafika bu şəkildədir. Sual belədir. T bərabərdir 8 saniyədə cismin getdiyi yol nəyə bərabərdir? 5 saniyədə cismin getdiyi yol aydındır. Görürsünüz 50 metrdir. Bunu bilirik. Biz 3 saniyədə cisim nə qədər yol gedər, oranı tapmalıyıq. Onun üçün bilirik. Əvvəlcə təcil tapıraq. Bax, buradan tapıraq S bərabərdir AT kvadratı bölünsün 2. 50 bərabərdir A vurulsun 5'in kvadratı bölünsün 2. Buradan aldım ki A bərabərdir 4'ə. Oldu? Deməli A bərabərdir 4 qoyacaq. T bərabərdir 3 yazacaq. 8 saniyədən 5'i çıxdı, qaldı 3 saniyə. S hesablayacaq. S bərabərdir AT kvadrat bölünsün 2. 4 vurulsun 3'ün kvadratı bölünsün 2. Elədir 2 vurulsun 9, 18 metr. 5 saniyədə 50 metr gedibdir. 3 saniyədə əlavə 18 metr gedib. 50 plus 18 eləyəcəkdir. 68 nədir? Metrə bərabərdir. İki cisimdir, hərəkət tənlikləri verir. Birincinin hərəkət tənliyi belədir, 10 plus 2-dir. İkincinin hərəkət tənliyi formadır və bundan kütlələri bərabərdir. V1 buradan tapırıq ki, müsbət 2-dir, V2 də neçədir? Mənfi 4-dür. Yəni, bunlar qarşı-qarşıya gəlirlər də. Sual belədir ki, bu cisimlər qeyri-elastik toqquşsalar, toqquşmadan sonra hansı istiqamətdə gedərlər və hansı sürətlə gedərlər? Əvvəlcə qeyri-elastik toqquşmalar üçün üstürü yazaq. V ortaq bərabərdir, ortaq sürətlə yazacaq da. Qeyri-elastik toqquşmada cisimlər toqquşandan sonra bir yerdə, bir istiqamətdə nədir? Gedirlər. Belə idi, cavab düz nədir? Skalyar şəkildə məsələ bu şəkildə idi. Ortaq sürətin üstü bu şəkildə idi. Qarşı-qarşıya gələndə nə edirdik? Qarşı-qarşıya gələndə plus yazırdıq. Yaxşı belə, emləri bərabər götürək. Emlər bərabər olursa, emlər çıxacaq, qısa gedəcək. Burada 2 qalacaqdır. Burada qalacaq V1 plus V2. Oldu. V1'in yerinə müsbət 2 yazarıq. V2 yerinə mənfi 4 yazıb belə hesablayarıq. Olacaq mənfi 1. Yəni toqquşmadan sonra cisimlər iki cisimin getdiyi istiqamətdə gedərlər. Bax, burada x oxun belə çəksək, birinci cisim sağa gedirdi, müsbət x gedir. İkinci cisim mənfi 4'dür, mənfi x gedir. Deməli, toqquşmadan sonra cisimlər mənfi x istiqamətində, mənfi o x istiqamətində gedərlər. Mənfi 1 sürəti ilə nədir? Gedərlər. Oldu. Hansının impulsu çoxdur, gedin tərəfə gedər. Əlbəttə, burada ikincinin impulsu çoxdur da. Onun getdiyi tərəfə gedərlər. Həm də ortaq sürətin qiymətini tapdıq. Proton və helyum eyni sürətlə, yəni V-ləri eynidir, V-ləri eynidir, eyni sürətlə, eyni maqnit sahəsinə daxil olurlar, eyni maqnit sahəsinə daxil olurlar. Onların aldıqları təcilləri müqayisə eləməliyik biz. Onların aldıqları təcilləri müqayisə eləməliyik. Protonun təcili hesab edək ki, protonun aldığı təcil A olsa, görək, helyum nüvəsinin aldığı təcil nəyə bərabər olar? Bunu A2 yazaq da, A2 nəyə bərabər olar? A1 A bərabərdirsə, A2-nin təcil nəyə bərabər olar? Onu mənləyək. Maqnit sahəsində deməli, yüksüz hissəcik Lorentz qüvvəsi təsir edir. Buradan tapırıq ki, hissəcinin aldığı təcil bu üstünə hesablanır. QVB bölünsün M üstünə hesablanır. V-lər eynidir. Tərəf-tərəfə bölsək V-lər ixtisar gedəcək, B-lər eynidir, ixtisar gedəcək. Qalacaq Q-lərlə M-lər. Onu belə yazmaq olar. Baxın, bir A2 bölünsün A1 olacaq Q2 bölünsün Q1 vurulsun M-lə tərsdir. M-lə tərsdir M1 bölünsün M2. Gəlin atfamla yazaq da A deməli helyum bölünsün A proton bərabərdir. Q helyum, Q proton, sonra M helyum, M proton. Deməli Q helyum bizdə 2'dir. Q helyum 2'dir. M helyum 4'dür. Düzdür? M helyum burada nədir? 4'dür. Q helyum 2'dir. Q helyum nədir bizdə? 2'dir. Basaq yazmışıq. Deməli, Q helyum 2'dir. M helyum 4'dür. Q proton. Q proton 1'dir. M proton da 1'dir. Bura yazacaq. Baba 1. Bura 1 yazacaq. Burada 1 yazacaq. Aldıq 2'də 1. Buradan aldıq ki A proton bərabərdir 2A helyum. Deməli, A helyum bərabər olar. A bölünsün 2. Protonun təcili 2 dəfə az olar. Oldu, bax, bu qayda ilə məsələni həll edilərsiniz. Asan dedim onları, belə bax. Helyumun yükü 2 dəfə çoxdur, kütləsi 4 dəfə çoxdur. Deməli, helyumun təcili 2 dəfə az olacaq. Bax, belə asan yolla da həll eləmək olardı. Oldu. Bu riyazi rəqqasın rəqs periodu 6 saniyədir. Sual belədir. T bərabər 4 saniyədir. T bərabər 6 saniyədə rəqqasın kinetik enerjisi neçə dəfə maksimal qiymət alır? Baxın, bu belə bax. Periyod 4 saniyədirsə, yarım periyod 2 saniyədir. Bax, buradan bura gələndə
Sərf olunan vaxt 2 saniyədir. Bax, burada kinetik enerji olur maksimal, bir tane maksimal olur. Bax, belə gələndə maksimal olur, bu 1. Buradan qayıtdı, ikinci 2 saniyədə. Qaydanda da buradan geçir, yəni kinetik enerji bir də burada maksimal olur. Sonraki 2 saniyədə bura gələndə bir daha kinetik enerji burada maksimal olur. Kinetik enerji 3 də maksimal qiymət alır. Bax, 2 saniyə, 2 saniyə, 2 saniyə. Buradan 3 dəfə geçdiyinə görə kinetik enerji 3 dəfə maksimal qiymət alacaqdır. PV koordinatlarında, bax belədir, bax, belə bir dənə proses verilir. Verilmiş kütləli deyir. Verilmiş kütləli ideal qazda. AB-də və BC-də qazın temperaturu necə dəyişir? Verilmiş kütləli olduğuna görə Mendeleev-Klaperon təlliyindən istifadə edəcəm. PV bərabərdir. M bölünsün MRT. Bundan da istifadə edelim olar. Klaperon da istifadə edelim. P1, V1 bölünsün T1 bərabərdir. P2, V2 bölünmüş T2. Bunlardan istifadə edelim olar. Oldu? Bunu istifadə edelim. AB-də həm təzyiq 3 dəfə artır, həm həcm 3 dəfə artır. Bu həm təzyiq 3 dəfə artır, həm deməli həcm 3 dəfə artır. Onu belə çıxır ki, temperatur nədir? 9 dəfə artır. Haber edelim orada. BC-də, gəlin baxalım. BC-də təzyiq 3 dəfə azalır, həcm 3 dəfə artır. Biri artır, o biri azalır. Bax, təzyiq 3 dəfə azalır, 3də 1, həcm 3 dəfə artır, 3 alacaq 1. Yəni, o demək ki, temperatur BC-də nədir? Dəyişməz. Sual belədir də deməli. Silisiumdur, baxın, bax, görək, olur yoxsa yox. Silisium 4-cü qrup elementidir. Silisium yarımçəkisidir. Ona arseni, 5-ci qrup elementini donor aşkar kimi daxil eləyirik və deyir ki, elektronların konsentrasiyası və yarımçəki müqaməti necə dəyişir? Elektronların konsentrasiyası necə dəyişir və yarımçəkinin müqamət necə dəyişir? Deməli, silisium 4-cü qrupdur. Buna 5-ci qrup arseni daxil eləsək, arsen donor aşkar olduğu üçün elektronların konsentrasiyası artar. N artar. Elektronun konsentrasiyası artar. Deməli, I bərabərdir YNV struktur yazı gəlir. N konsentrasiya artanda cərəyan artır, yəni müqamət azalır. Deməli, silisiuma arseni aşkar kimi daxil etsək, elektronların konsentrasiyası artar və cərəyan artdığı üçün müqamət, yarımçəki müqaməti azalar. Toplayıcı linzada 2F'də olan cismin xəyalı cisimdir. 2F'də olan cismi, 2F'də yerləşən cismi 3F'ə gətirsək, cismi 2F'dən 3F'ə gətirsək, cismin G böyütməsi, linzanın G böyütməsi nə cür dəyişər və xəyal məsafəsi necə dəyişər, onlara cavab verməliyik. Elə deyək də, 2F'də olan cismin xəyalı harada alınır? 2F'də alınır, özü boyda alınır. 3F'də olan cismin xəyalı 1,5F'də alınır və 2 dəfə çildirimiş alınır. Görürsünüz, bax, deməli, xəyal linzaya tərəf yaxınlaşdı, yəni balaca F azaldı. Həm də ki, şildi. Əvvəl böyütmə burada 1-ə bərabər idi. Burada böyütmə 2-də 1-ə bərabər, düzdür. Böyütmə 1-dən 2-də 1-ə indi. Deməli, böyütməsi də azaldı. Böyütməsi də, xəyal məsafəsi də azaldı. Cismi linzaya yaxınlaşdıranda xəyal böyüyür, uzaqlaşır. Cismi linzadan uzaqlaşdıranda xəyal kiçilir və linzaya tərəf yaxınlaşır. Radioaktiv parçalanma zamanı belə bir qaydası vardır. Burada bu məsələ belədir. 12 sutkada deməli, aktivlik 4 dəfə azalır. 12 sutkada 4 dəfə azalır. Sual belədir. 36 sutkada aktivlik neçə dəfə azalır? 12 sutkada 4 dəfə azalırsa, 12 sutkada 4 dəfə azalırsa, sonraki 12 sutkada 12 plus 12, yəni 24-də də, 24-də bu da əlavə 4 dəfə azalar, onlar 16-da 1. 36 sutkada 12 plus 12, 3 dənə 12-də də. Onda bu da əlavə 4 dəfə azalar, onlar 64-də 1. Oldu? 12 sutkada 4 dəfə azalır, 24 sutkada 16 dəfə azalır, 36 sutkada əlavə 4 dəfə azalar, onlar 64 dəfə. Aktivlik 64 dəfə azalar. Bunların həcmləri bərabərdir. Belə asıblar, həcmlər bərabərdir. Bu dayaq nöqtəsi lincin ortasına düşür. Yəni lincin ağırlığının bir əhəmiyyəti yoxdur. Həcmləri bərabərdir. Deyirlər ki, bunların kütlələrini müqayisə edin və sıxlıqlarını müqayisə edin. Burada görünür, bunun qolu 2-dir. Bunun qolu 2-dir, bu birisinin qolu 1-dir. Düzdür? Belə yazmaq olar da M1, J1, qol 1-dir.
bərabərdir M2 J vurulsun 2-yə. Düzdür, J'lər ixtisar edir. Buradan alır ki, M1 bərabərdir 2 M2-yə. Yəni hansı yaxında asılıbsa, o ağırdır da. Onun kütləsi böyükdür. 2 dəfə yaxından asılıbsa, kütləsi 2 dəfə böyükdür. Həcmlər bərabər olduğuna görə bunu belə yazmaq olar. Bax, ρ1V, bunu da yazmaq olar 2 ρ2V. Buradan alır ki, ρ1 də ρ2-dən 2 dəfə böyükdür. Eyni həcmdədirlər. Kütləsi böyük olan əlbəttə, kütləsi 2 dəfə böyük olan sıxlığı da 2 dəfə böyük olar. Orada cavab oldu deməli, M1 bərabərdir 2 M2, ρ1 bərabərdir 2 ρ2. Cismi bu M nöqtəsindən E-nə gətiririk. Təzədən qaytarıq, bir də M aparıq. Bax, M, N, M. Bax, bu trayektoriya hərəkətləririk. Deyir ki, ağırlıq qüvvəsinin işi haqqında nə deyərsiniz? Ağırlıq qüvvəsinin işi sıfırlar. Çünki trayektoriya qapalıdır, qapalı trayektoriya ağırlıq qüvvəsinin işi sıfırlar. Yaxud belə eləyək də. Bu istiqamətdə aşağı gələndə V belədir, MJ aşağıda, ağırlıq qüvvəsinin işi müsbətdir. Tutaq ki, bu müsbət 9 yoldur. Bura kimin? Müsbət 9 yol işləyir ağırlıq qüvvəsi. Yuxarı qaldıranda V istiqaməti belədir, MJ istiqaməti belədir, bax kör bucaqdır. Görürsünüz, ağırlıq qüvvəsi qalxmağa mane olur. İşi onun olacaqdır, -9 yol. Aşağı gələndə müsbət 9 yoldur, yuxarı gedən -9 yol, toplayanda nə sıfır alırıq? Yəni, qapalı trayektoriya boyunca ağırlıq qüvvəsinin işi sıfıra bərabərdir. Sürtünmə qüvvəsinin işi haqqında nə deyərək? Deyir ki, M-dən N-ə gələndə sürtünmə qüvvəsinin işi -A2-dir, hə? Sürtünmə qüvvəsi həmişə mənfidir. Həmişə mənfidir. M-dən N-ə -A2-dir, onda N-dən M-ə də təzədən -A2 olar. Bunları toplayanda sürtünmə qüvvəsinin işi bütün trayektoriya boyu olacaqdır. -A2. Oldu? Deməli, ağırlıq qüvvəsinin işi sıfırdır, sürtünmə qüvvəsinin işi -2A2 olar bütün trayektoriya boyunca. Bax, PV koordinatlarıdır. Görürsən, PV-dir də. Tutaq ki, buradan bura, bir nöqtəsi buradır. Buranın temperaturu 7 dərəcə Celsius olsun, bir özünü istəbiləkdə. Bura olsun 11 dərəcə Celsius, bura olsun 2 nöqtəsi olsun. Bir bu üsulla qazın halını dəyişək, bir də bu üsulla dəyişək. Hansında daxil enerji çox dəyişir. Hər içində daxil enerjinin dəyişməsi eyni var. Çünki başlanğıc temperaturu eynidir, son temperaturu eynidir. Daxil enerji dəyişməsi eynidir. Necə bundan işləri müqayisə edək? Bax, işləri müqayisə edək. Buranın deməli, aşağıdakının gördüyü iş budur. Aşağıdakının gördüyü iş qırmızı iləndir. Sahə bərabərdir, düzdür. Yuxarıdakında görülən iş, buna bərabərdir. Bax, bu sahəyə bərabərdir. Görürsən, hansı işi çoxdur? Əlbəttə, yaşılla olanın işi çoxdur. Aydın oldu, hansında sahə çoxdursa, orada görülən iş çoxdur. Amma daxil enerjilərin dəyişməsi bir-birinə nədir? Bərabərdir. Transformatorda K bərabərdir 2-dir. Transformatorun transformasiya əmsalı 2-yə bərabərdir. Və deməli, birincinin tənliyi U1 bərabərdir 100 vurulsun sinus 300T-dir. Transformator tezlik dəyişmir, bunlar dəyişməyəcəkdir. Tezlikdir, tənlik qaydası dəyişmir. K2 olduğuna görə U2-nin maksimalını tapaq. U2-nin maksimalını tapacaq. Maksimalını. K bərabərdir U1 bölünsün U2-yə. 2 bərabərdir 100 bölünsün U2-yə. Buradan aldım ki, U2 bərabərdir 50. Bizdə ikinci dolaqda yaranan gərginlik təsirci qiyməti soruşur. Onun üçün maksimal qiyməti biz bölərik kök altında 2-yə. Yəni təsirci bərabərdir maksimal üstün kök altında 2. Bu da eləyəcək ki, kök altında 2-yə vururuq, hə? Alaraq aşağıda 2, alaraq 25 kök altında 2. Belə hesablama olar. O nisbətən asan məsələdir, dəyişən gələnət məsələdir. Deməli, bu mayedə cisim düşür də, hə? Mayedə cisim düşür, aşağı düşür, düzdür? Deməli, hansı qüvvələr təsir edir bu cisimə? Ağırlıq neçə newtonda? Neçə? 60 newton ağırlıq qüvvəsi təsir edir. Arximet nə qədərdir? Arximet həmişə yuxarıyadır. Yuxarıyadır 30 newtondur. Cisim aşağı düşdüyünə görə müqavimət qüvvəsi yuxarı yönlər və müqavimət qüvvəsini 10 veriblər. Müqavimət qüvvəsi 10 newtondur. Baxın. Deməli, cisim aşağı düşür. Köməli ilə qüvvə 60 newtondur. Mane olan qüvvə ikisi bir yerdə 40 newtondur. Deməli, burada əvəzləyici qüvvə olacaq 60-40. F əvəzləyici bərabərdir. Köməli ilə 60-dır, mane olan 40-dır. Əvəzləyici qüvvə olacaq 20 newton. Burada əvəzləyici qüvvə 20 newtona bərabərdir. Bax, ipə bir dənə cisim bağlamış, belə fırladırıq. Çevrə boyunca belə fırladırıq. Bu nöqtəyə çatanda ip qırılır. İp qırılsa, sürət toxunan olduğuna görə cisim belə şaqıl yuxarı gedəcək, H öndürülüyə gedəcək. Maksimal qalxma öndürülü olacaqdır, H. Sual belədir. Bu ipin
ya cismin dövr etmə tezliyini 2 dəfə artırsaq, H necə dəyişir? Oldu. Əvvəl H maksimalın üstünü yazıram. H maksimal bərabərdir V0 kvadrat bölünsün 2 deyil. Çevrə boyunca hərəkət sürəti. Bax, bu sürət var ha. Şaqlı atış sürəti yoxdur. Bu çevrə boyunca ilə hərəkət sürətinə bərabərdir. Ona görə çevrə boyunca hərəkət sürətinin yerinə 2 PNR qoyacağım. 2 PNR kvadratı 2C. Görürsən, buradan görünür ki, E'nin kvadratı ilə mütənasibdir. N 2 dəfə artsa, H olar, dönüb olar 4H. 4 dəfə artar. Deməli, belə elektrik dövrəsidir. Belə elektrik dövrəsidir. Bir dənə ampermetr qoşulubdur. Burada bir dənə ampermetr qoşulubdur. Sual belədir. Deməli, K açarını qapasaq, bu voltmetrin göstərişi artar, yoxsa azalar. Bu ampermetrin göstərişi artar, yoxsa azalar. Gəlin belə deyəm, bax. K açarını qapamamışdan qabaq. Bura müqamət nədir görək. Əvvəl el idi. Burada yuxarıdan gələn keçmir, bir aşağıdan gələn keçir. Deməli, buranın müqaməti burada 2 erdir. Əvvəl müqamət nə qədərdir? Əvvəl müqamət 2 erdir. Açarı qapayandan sonra, açarı qapadıq, onda buradan yuxarıdan da gələn keçir, aşağıdan da buranın müqaməti olacaq R bölünsün 2. Buranın müqaməti R, cəm olacaq. Nə cür olacaqdır? R plus 0,5 R oldu, 1,5 R müqamət oldu. Müqamət azaldı, dövrə müqaməti azaldığına görə ampermetrin göstərişin olar, artar. Bax, əvvəl belə idi, bax. Əvvəl I bərabərdir, U bölünsün 2 R idi. Sonra da I bərabər oldu, U bölünsün 1,5 R. Görürsünüz, bax, ampermetrin göstərişi artdı. Əvvəl 2 R idi müqamət, sonra 1,5 idi. Müqamət azaldı, onda ampermetrin göstərişi artdı. Ampermetrin göstərişi artanda, bax, bura qoşulmuş voltmetr olsaydı, bu voltmetrin göstərişi ampermetrin eyni olardı, artardı. Onda bu voltmetrin göstərişi nə olar? Azalar. Oldu. Ampermetrə uyğun bu müqamət yoxdur. Bu müqamətin gərcini, uclarındakı gərcini düşünürkən voltmetrimə göstərişi artar, ampermetrin 1 artar. Bu birisi isə azalar. Deməli, cavab belə olur. Ampermetrin göstərişi artar, bu voltmetrin göstərişi azalar. Burada deməli, elastiklik qüvvəsidir, F newtondandır. Bu da ki, L uzunluqdur. Bax, görürsən, materialın uzunluğudur. Qüvvət 0 olanda materialın uzunluğu 23'dür. Deməli, L0 23'dür. Sonra bunu biraz dartdı, uzandı. Neçə kimi uzanıb? Bax, məsələn, bax. Tutaq ki, bu nöqtəni götürüb. Bu nöqtəni görsək, uzanması bunun burada, uzanması 2 cm-dir, 2 cm. Yəni, x nəyə bərabərdir? Delta L bərabərdir, x-ə bərabər 2 cm. Bax, bu hissə olsa uzanması 2 cm-dir. Bu 2 cm-ə uyğun qüvvə buradır. Bax, buralar neçə gəlir? Baxın, bir. 4 newtondur, düzdür? Deməli, F bərabərdir kx yazıq. F 4 newtondur, x də 2 cm-dir. Qoyub hesablayırsan. Buradan K sərtliyini hesablayıb tapmaq olar. Bir var da 1, 2, 3 hissədən ibarətdir, düzdür? Sual belədir, yükü zərrəciyin koordinatını, x koordinatını tez zamandan asılı qrafiki bu şəkildədir. Qrafikin hansı hissələrinə uyğun zaman intervalında yüksüz hissəcik ətrafında mane hissəsi yaranır. Biz dedik ki, yüksüz hissəcik bərabər sürətlə hərəkət edəndə ətrafında həm elektrik yaranır, həm maqnit yaranır. Təcil hərəkət edəndə elektromagnet dalğası şualanır. Yəni maqnit elektrik yaranır, həm də şualanır. Bir də düz xəttli bərabər sürətlə hərəkətdir. Burada həm elektrik yaranır, həm maqnit yaranır. Deməli, burada maqnit hissəsi burada yaranır. İkidə təcil yavaşlayan hərəkətdə burada da yaranır. Burada V0-a bərabərdir. Yəni istər sünnətdədir. Sünnətdə olduğu üçün bu koordinat sistemində deməli yaranmaz. Deməli 1-2-də elektromaqnit hissəsi yaranar, 3-də maqnit hissəsi yaranmaz. Yadda saxlayın ki, vakuum diodunda proseslər belə gedir. Bax, bu diodun anodudur, bu katodudur, bu da qızdırıcı teldir. Bu hissə doymadır, bu hissə doymadır, bu doyma cəryanıdır, görürsünüz. Doyma zamanı katoddan çıxan elektronların hamısı gedir anoda çatır. Yəni 2-dəki elektron, 3-dəki elektrona çıxan elektronun sayını, çatan elektron sayına bərabərdir. Bir də onlardan azdır. Bax, N1 N2-dən azdır, o da N3-ə bərabərdir. Burada söhbət katoda çatan elektronların sayından gedir. Katoda çatan, bax, buradakı elektronların sayı buradakına bərabərdir. N1-də onlardan az elektron çatıb ki, cəryan az göstərir. Oldu. Anoda çatsa cərəyana aid olacaq da. Bax, anoda çatan burada azdır. Bu birisində anoda çatan çoxdur, bu birisində anoda çatan ondan çoxdur.
Başqa bir sual da var orada. Yazıb ki, temperatur sabitdir. Bax, katodun temperatur sabitdir. Temperatur sabitsə, buradan çıxan elektronların sayı hamısında eynidir. Çıxan elektronların sayı, bax, bu 1, 2, 3 burada çatanlara aiddir. Bax, bunlar çatanlara aiddir. Çıxanlar ancaq belədir. Bax, hamısı bərabər olmalıdır. Temperatur sabitsə, N1, N2-yə bərabərdir, N3-ə bərabərdir. Çıxanlar bərabərdir ha. Amma katoda çatanlar eyni deyil. Az gərginlik olsa az çatacaq, çox gərginlik olsa biraz burada çox çatacaq. Dövmə zamanı çatanlar bir-birinə bərabərdir. Çox yaxşı məsələ. Bax, burada doğru cavab 1 ilə 4'dür. 1 ilə 4 doğru cavablardır. Maqniti bu həlqələrə yaxınlaşdırsaq, onlar hansı istiqamətdə hərəkət edirlər? Bax, maqniti buraya tərəfə yaxınlaşdırsaq, bax, bu ikinci həlqə bundan uzaqlaşır. Bax, belə uzaqlaşıb bu vəziyyət alar. Birinci də düşər maqnitin dalına bu vəziyyət alar. Görürsünüz? Sağdakı uzaqlaşar, soldakı isə maqnitə yaxınlaşır. Bu oldu. Bir sans təcrübədə lens qaydasını izah eləmək üçün alüminium həlqələrdən ibarət olan alüminium həlqələrin özünə apardıq təcrübələrdir. Metalı H-nü bərabərdir 3 elektron volt olan, deməli, işıqla, fotonlarla işıqlandırırıq. Deməli, maksimal kinetik enerji bu zaman alınır, yekət maksimal alınır, 1 elektron volt alınır. Metalı H-nü bərabərdir 6 elektron voltla şualandırsaq, maksimal kinetik enerji nəyə bərabər olar? Baxın bir, H-nü 3'dür, deməli yekətik 1'dir. Bir açıq nədir? Açıq alırıq ki, burada 2 elektron volt alırıq. H-nü 6 olsa, H-nü 6 olsa, bu 6 olsa, açıq biz dedik 2 alırıq da, açıq 2'dir, metal dəyişmirik ki. Onda alınır ki, yekətik, deməli 6 çıxaq 4, 2 eləyər 4 elektron volta bərabər olar. Görürsünüz? H-nü 3 olanda yekətik 1'dir, alırıq ki, açıq 2'dir. H-nü 6 olsa, bunun içi gidər yekətik açıqsa, yerdə qalar 4 kinetik enerjinin maksimal qiymətini, olar 4 elektron volt.